Qaydaq öz mövzumuza dostlar. Üçüncü hissə Azərfilm araşdırmalarını davam edir. Bizi izləyin. Bu ekranda gördüyünüz adam Vaqifdir, Maşquldur, Qamzayevdir, Abulfatdır, Elbrusdur və Samara Organizovanная Prestupная Gruppa. Görə bu Samarada kimlər var, bu nə məsələdir? Dostlar, ekranda gördüyünüz bu adamlar, soldakı barmağını belə eləyən, bu cinayətkar bandanın başçısıdır və Şahin Şıxlinski ilə birbaşa əlbir olan adamdır. Rusiyada fəaliyyət göstərən, Azərbaycan dövləti tərəfindən idarə olunan çox böyük bir cinayət çətənin üzüdür bu adam. Samaranı buna tapşırıblar. Deməli, Şirvan Kərimov saxta araq düzəldib insanların ölümünə bais olan cinayətkardır və Xeyrullah Xəyalın əli ilə başqa Azərbaycanlıları Facebook'a satan, altında belə bir şey yazıblar. Sağdakı bu saqqallı isə adı Xeyrullah Xəyaldır, bunun anası ermənidir, atası bəlli deyil ki, Yahudidir, yoxsa o da ermənidir. Hələlik bu dəqiq məlumat yoxdur, amma siz sifətindən görürsünüz ki, buna Samarada Bomş Xeyrullah deyirlər. Haqqında belə geniş məlumatlar gəlib mənə deyənmədən. Hələlik bugünkü verişimizdə qısa vacib olan məlumatlar sizə çatdıracağım. Bu mövzuya biz bir də qayıdacağıq. Çünki dayanmadan məlumatlar gəlməkdədir. Şirvan Kərimov 1992-ci ildən Azərbaycanı tərk edib, vətənin müdafiəsindən qaçıb. Yəni, müharibə gedənlər ermənilərə qarşı bu adam Azərbaycanı tərk edib, cavan idi orada. Rusiyada saxta araq düzəldib satdığına görə 11 ay həbsdə olub, əziz vətənlər. İndi bəzi adamlar bu Rusiya istinaq orqanlarının qınıyırlar ki, bunlar niyə belə edirlər? Yüzlərlə Rusiya vətəndaşı ölüb, saxta araq içdiklərinə görə. Və dəhşət odur ki, bu saxta arağı düzəldənlərin də 90%-i Azərbaycanlı və ermənilərdir. Azərbaycan vətəndaşları və Ermənistan vətəndaşlarıdır, ermənilər. Əldə verdilər orada. Burada ermənilər bizim torpağımızı işğal edib, Xocalıda bizim qız gəlinlərimizi zorlayıb öldürüblər. Amma Şirvan kimi də gedib orada ermənilərlə bir yerdə biznes qurublar. Baxın, siz fikir verin. Və orada da düzəltdikləri saxta araqla insanları öldürürlər. Ya dövlət neyin əsil, tədbir görməsin. Sən Azərbaycanlısın deyə sənə göz yummalıdır. Ara bir mən baxacağım. Hesabımıza görə 105 manat dərbəndi yoxsa yox. 144 oldu 144 manat dostlar. Baxın. 105 oldu 144. Yəni nə qədər? 39 manat edəmi? 39 manat yardım oldu. Bəli. 1 manat, 4 manat, 5 manat, 19 manat, 10 manat. Xahiş edirəm, hər bir adam öz məsuliyyətini dərk eləsin, öz vəzifəsini dərk eləsin, ailə üzvü haqlarını ödəmə yaddan çıxartmayın. Deməli, bu Şirvan Kərimov haqqında yazırlar ki, yaramaz və işverəndir. Yerli polis və FSB ilə, eləcə də Bakıdakı ağaları ilə işbirliyindədir. Bakıya danos verir. Burada mən Samaradakı soydaşlarımıza müraciət edirəm. Bu adamı tanıyın. Bu Şirvan Kərimov. Buna ehtiyatlı olun. Xeyrullah Xəyal, anası ermənidir. Sifətindən də bəllidir. Atasının kimliyi barədə məlumat vermir heç vaxt. Şirvan Kərimovun əl tolası kimi istədikləri adamı ləkəliyir, şərliyir və təqib etdirirlər. Bu da bunların diaspora fəaliyyəti dostlar. Baxın. Xeyrullah Xəyal, anası ermənidir. Sifətindən də bu bəllidir. Bunu Samaradakı qardaşlarımız yazırlar. Atasının kimliyi barədə məlumat vermir heç vaxt. Görünür, atası ermənidir. Şirvan Kərimovun əl tolası kimi istədikləri adamı ləkəliyir, şərliyir və təqib etdirirlər. Eynən dostlar, Şahin Şıxlinskinin yekatomluqda etdiyi hərəkətləri bu Şirvan eləyir Samarada. İstəmədiyi adamları orada danos verirlər Bakıya, kim nə işlə məşğuldur, kim nə edir və bu qədər də təqib elətdirirlər insanları. Şirvan Kərimov cinayət aləmi ilə sıx əlaqədədir. Dostlar, biz bilirsiniz ki, bu məlumatları biz rus dilində çevirib təqdim edəcəyik hamısını. Rusiyanın istinaq orqanlarını mən göndərəm bunları Krik TV-yə. Krik TV-də tərcümə edirlər, təqdim edirlər istinaq orqanlarına. Bunu Rusiya dövlətiniz araşdıracaq. Təbii ki, onların işidir. Пока мы только можем собирать нужные информации и представить следственным органам
Российской Федерации через Крик ТВ. И отсюда я приветствую Анастасию Hanım ve kollektiv Krik TV. Dostlar, Azərbaycan hakimiyyəti onu yaxşı tanımır. Bunu yazan qardaş yazı Samara'dan. Çünki maraqlı adamlar onun haqqında dövlət rəhbərliyində müsbət fikri formalaşdırıblar. Yəni bu Şirvan haqqındakı ki, o yaxşı insandır. Səviyyədə bu cinayətkardır. Bu sözün əsl mənası cinayətkardır. Saxta silah, o silah deyirəm, saxta araq düzəltməni 11 ay həbsdə yatıb bu adam. O isə adi bir cinayətkar və şəxsiyyətli adamdır. Samara'da yaşayan soydaşlarımız hamısı onu yaxşı tanıyır və ondan məsələ sağlamaya çalışırlar. Amma açıq deyim ki, bugün mənə tanıdığım, etibar etdiyim bir nəfər qardaşımız da zəng elədi. Bunun haqqında başqa fikirlər də dedi. Yəni, onun haqqında müsbət fikir yaşayan insanlar da var. Hamı elə belə mənfi düşünmür. Dostlar, ekrana diqqətən fikir verin, görün. Bu şəkildə kimləri görürsünüz? Samara şəhrində yaşayan bu Şirvan Kərimov. Yanındakı kimdir o? Tanıdınız? Bəli, odur. Şıxlinski. Şahin Şıxlinski, Yekaterinburg mafiyasının başçısı. Vicdanında onlarla ölüm hadisəsi olan qatil. Yüzdə diaspor, siyasət, vəkil, nə bilim nə. Amma faktik olaraq adam cinayətkardır və ömürlük həbs cəzası gözləyir bu adamlara. Baxın dostlar, Atalan gözə bir sözü var, deyir, dostum mənə görsət, kim olduğu deyim, düzdürmü? Bir şey verirsiniz. Dostum mənə görsət, kim olduğunu deyim. Bu adamın dostu Şahin Şıxlinskidir. Çünki bunlar hamısı Rusiyada eyni bir setə bağlıdır, eyni bir şəbəkəyə bağlıdır. Onları Azərbaycan hakimiyyəti idarə edir. Onlar Azərbaycanın məmurlarının kirli pullarını Rusiyada yumaqla məşğuldurlar. Və dostlar, çox maraqlı indi bir şəkildə göstərəcəyəm. Biraz ehtiyatlı olun, diqqətlə baxın ki, sizə infarkt vurmasın. Görün kimi görürsünüz indi. Bu şəkildə gördüyünüz adam kimlərdir belə? Böyüdüm bəlkə deyən gün, bəlkə böyüdüm. Biraz da böyüdək bunu laf yaxşı sizin xatırınızda ki, görəsiniz. Kimdir bu adamlar? Soldakı Şirvandır, düzdürmü? Bu ağ köynəli kimdir orada? Xahiş edirəm, tanıyan varsa yazın bura. O ağ köynəli kimdir? Ağ sivitədə oturub orada. Xan yazdı, Abbasov, bəli Nizami verdi, Abbasov. Hətta Arif Əliyev yazdı ki, bu Abbas müəllimdir. Abbas müəllim deyil. Abbas sadə bir, adi bir cinayətkardır. Bu hakimiyyətin şərihlərindən biridir, biləsiniz. Elman Əzoy, yaxşı, şeytana papuç tikənlər, bəli. Şeytana papuç tikən, orada əla ifadə tapırsınız siz. Bəs bu kimdir dostlar? Çox maraqlıdır ben. Bu günlərin mən sizə elə şeylə göstərəcəyəm ki, bunlar kimdir? Bəli odur. Bəli. Tamamilə düz tapırsınız. Şahin Şıxlinski. Abbasov. Bunlar kimdir? Yine burada həmin adamlardır. Şahin Şıxlinskidir dostlar. Çox maraqlı proseslər gedir Rusiyada. Aha. Burada biz Samara cinayətkar qruplaşması ilə bağlı Şirvan Kərimov və onun cinayətkar əməlləri ilə bağlı hələlik durdururuq. Yenidən bu mövzuya qayıdacağıq.